Mən bir sual edim. Azərbaycanda turizm var, turizm siyasəti görürsünüz. Yəni turizm var, məsəl üçün deyək, şəxsi təşəbbüslər, restoranlar, otellər, kafelər, turizm şirkətləri öz fəaliyyət səviyyəsində kabab turizmi, restoran turizmi filan var bizdə, hə. Amma bizdə turizm strategiyası deyə bir şey eşitmisiniz. Ümumiyyətlə turizm məqsədyönlü Azərbaycanda turizmin inkişafıyla bağlı proqramlar, layihələr görmüsünüz. Bu ən çox baxılan efirdir. Düzdür? Məsələn, Yeni Müsavat və Yeni Müsavat media qrupu ən çox baxılan, oxunan media qrupudur. Axırıncı dəfə Turizm Agentliyi nə vaxt bir layihə eləyib sizdən? Yəni Turizm Agentliyinin işi nədir? Azərbaycanı təbliğ eləmək, təqdim eləmək. Nə vaxt gəlib ki, Sevinç xanım, bir layihəmiz var, bununla bağlı bir sizdə bu prosesdə iştirak eləyin filan. Yoxdur. Azərbaycanda turizmin inkişafı başlı başına buraxılmışdı. İndi bilmirəm kimdir, kimlərdəndir, kimin qovma əqrabasıdır, özü bilər. Və yaxşı, bunu bir tərəfə qoyaq. Yəni indi xeyirləri gəlmir. Büdcədən gərək Elon Musk'ı burada çağıraq. Burada da o dövlət faydalılığı bir fonduya, bir komitə yaradaq ki, bunları yoxlasın, görək bunların xərci borcunu ödəyirmi? Bir işə yaramırlar. Amma baxın, görün vəziyyət nə həddə çatıb ki, siz axırınca kimi xatırlayırsınız, prezident şiddətli töhmət verib. Yəni töhmət ayrı, xəbərdarlıq ayrı filan. Axırınca töhmət şeyə vermişdi. İsmailovanın icra başçısına pandemiya dövründə ova çıxdığına görə. Xatırlayırsınız? O da töhmət idi, şiddətli töhmət deyildi. Yəni şiddətli töhmət yəni qovulmaqdan bir addım öncə atılan addımdır. Və orada nə deyildi? Dövlət sənədlərinin yayılmasının belə bir düzdür, qeyri-rəsmi yayıldı o məlumat. Yazışmaların üzə çıxması, dövlətin sirlərinin üzə çıxması və bu gün də DTX-nın orada əməliyyat aparması, DTX nə deməkdir? Dövlət Təhlükəsizlik Xidməti. Demək ki, Turizm Agentliyində baş verən hadisələr dövlət təhlükəsizliyi məsələsidir. Dövlət təhlükəsizliyi məsələsi nədir? Vətəndir, vətənə xəyanətdir. Düzdür? Və başqa DTX nəyə tərcüməsi bu da öləndən yəni burada indi mən sual verirəm. Turizm Agentliyi xüsusi strateji bir yer deyil. Xüsusi burada uzaqbaşı kabab reklamı çəkər, dağın, bağın, nə bilim indi otellərin filanların reklamını gedər xaricdə təqdim. Burada dövlət sirrinə aid nə ola bilər ki? Demək ki, baxın, burada bir şəbəkə var. Bu dövlət içində yuvalanıb orada o məqamlardan, o yazışmalardan, o kanallardan istifadə edərək oradakı informasiyaları yayır. Məsəl üçün, dövlətin turizm siyasəti, belə deyək də, dövlət sirri deyil, bir şey deyil. Dövlətdə neçə otel var, sir deyil. Neçə 5 ulduzlu otel var, sir deyil. Və bu statistikadır və bu olmaz. Yəni, bu nəyi yaya bilər ki, şiddətli töhmət alsın, ardınca da Dövlət Təhlükəsizlik Xidməti orada əməliyyat eləsin. Məncə, bu hələ əvvəldir, yəni bu davamı olacaq. Burada baxın, xatırlayırsınızsa, mən indi onu da qeyd edeyim, dövlətin Samir Nuriyevin, prezident administrasiyasının rəhbərinin baş nazirə bir məktubu yayımlandı. Əvvəl hamımız, şəxsən mən dedim ki, məktub kopyası götürülüb, amma mətn dəyişdirilib. Çünki orada beynəlxalq təşkilatlardan, yəni BMT-yə daxil olan təşkilatlardan çıxmaq, onların əməkdaşlığı dayandırmaq barədə bir göstəriş idi, sərəncam idi, nə idi. Amma sonradan məlum oldu ki, bu doğrucu həqiqi sənəddir. Məlum oldu ki, bu həqiqətən də dövlət səviyyəsində rəsmi bir sənəddir. Yəni, ən azı mən elə oxudum, yəni təqzib oxumadım. Və baxın, bu sənəd hardan çıxdı? Bu necə çıxa bilər? Hardan gələ bilər? Və bu eyni gündə demək olar ki, Dövlət Agentliyində, Turizm Agentliyində bu əməliyyat oldu. Yəni mümkündür ki, necə ki, məsəl üçün sizin bir WhatsApp qrupunuz var, məsəl üçün deyək də Müsavat media qrupunun. Orada həm TV Müsavat var, həm Müsavat qəzeti var, həm sayt var, düzdür? Yəni, məsəl üçün deyək, orada Müsavat qəzetinin əməkdaşı TV Müsavatın da sözünü, söhbətini götürə bilər. Düzdür? Yəni mümkündür ki, indi baxın, bu agentlik o daxil olduğu məhrəm, strateji dairələrdə olan, çevrələrdə olan bəzi məlumatları, sənədləri və yaxud da dövlət təhlükəsizliyini ehtiva edən informasiyaları kənara ötürüb. Yoxsa Dövlət Turizm Agentliyi axı dövlət təhlükəsizliyinə necə təhdid yarada bilər? Əgər oradan məsəl üçün deyək də turist adından bura agentlər gətirmirsə, agentlərin burada yerləşdirilməsini turizm adından təşkil eləmirsə, başqa necə ola bilər? Nə ola bilər? Baxın, və ona görə mən özüm beynimdə
əlaqələndirirəm. Çox böyük güman ki, o həmin sənəd o agentlik vasitəsilə çıxarılıb. Çünki mən sonradan oxudum ki, düzdür, indi mən o məsələyə qoşulmaq istəmirəm. Ailə məsələlərinə agentliyin qaynanası ilə harda işləyib, o da beynəlxalq təşkilatların əməkdaşlıq eləyib, filan eləyib. İndi ola bilər, hər özünə cavab deyir. Mən onu qarışdırmıram. Amma bu informasiyaların ciddi media resurslarında ortaya çıxması, cəmiyyətə ötürülməsinin özü də bizə düşünməyə belə deyə bir əsas verir və bəli, malzəmə verir. Yəni, mən düşünürəm ki, bununla bağlı DTX daha dərin araşdırma aparmalıdır. Tək turizm agentliyində yox. Çünki biz indi kənarda bilirsiniz, hər şeydə efirdən demək olmur, hər şeydə danışmaq olmur. Çünki dedinsə əsaslandırmalısan, dedinsə ittiham elədinsə, sabah bunun məhkəmə perspektivi varsa, bunu əsaslandırmaq var. Amma hamının gördüyü, amma sübut eləyə bilmədiyi məsələlər var Azərbaycanda. Məsələn, Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışan şəbəkə var. Rusiyanın, açıq-aşkar Rusiyanın təbliğatını aparan şəbəkə var. Bu şəbəkə, bunlara xidmət edən şəbəkə var və bunlar çox əli qolunu sallaya-sallaya gəzirlər. Kifayət qədər yüksək maliyyələri var, kifayət qədər imkanlı şəxslərdir və bu adamların böyük əlaqələri var, qohum-əqrabaları dövlət strukturlarında işləyir. Yəni, mən düşünürəm ki, Azərbaycan necə ki Ərdoğan FETÖ kimi bir əməliyyat elədi, yəni bir FETÖ kimi əməliyyat eləməlidir Dövlət Təhlükəsizlik Xidməti. Yəni, maraqlısı budur. Baxın, mən sizə bir şey deyim. Oturmuşsunuz burada da, məsələn, Neftçilər metrosunun yanında, prezident administrasiyası içəri şəhərdir. Uzaqbaşı oradan bura 9 kilometr, 10 kilometr məsafədir. Sizə dövlət sirləri niyə gəlib çatmır? Sizə nazirliklərin daxilindəki o məlumatlar, o intriqalar niyə gəlib çatmır? Amma minlərlə kilometr kənarda olan bloger deyim, indi bəzisi blogerdir, bəzisi əxlaqsızdır, onlara dövlətin içindən məlumatlar gedir. Yəni, bu nə deməkdir? Söhbət burada iqtidardan, müxalifətdən getmir. Yəni, bu o məlumat sizcə tək o blogerə mi gedir? O bloger ancaq özü mü istifadə edir efirlərində, yoxsa o da özünün yaşadığı və çörəyini yediyi xarici dövlətin xüsusi xidmət orqanlarının məlumatı, o kontaktları, o əlaqələri aparır, təqdim edir. Yəni, bilirsiniz, bu məsələlər çox önəmli məsələlərdir. Bunları elə, o töhmət aldı, bu siyasi şayə, siyasi dedikodu səviyyəsinə indirmək olmaz. Ciddi məsələlərdir. Və bu ciddi məsələlərdə müzakirə olunmalıdır, araşdırılmalıdır, aparılmalıdır, əlaqələr tapılmalıdır. Baxırsan, qardaşın biri qardaş vətənə xəyanətlə tutulub, o biri qardaşı dövlət strukturunda vəzifədə işləyir. Baxırsan ki, bir Rusiya agenti kimi adı hallanıb, kürəkəni strateji yerdə generaldır. Və yaxud da baxırsan, birinin adı hələ də Rusiya ilə əsas burada, belə deyək, sahib, nə deyək, koordinator kimi hallanır, oğlu nazir müavindir. Yəni, bu baxırsan, necə ola bilər? Nətər bu şəbəkə nədir ki, bundan biz yaxamızı qutara bilmirik?